Bir insanın taleyini bir qərar necə dəyişə bilər? Elxan Eratlı'nın 14-cü Adam romanı gənc bir oğlanın həyatında verdiyi bir qərarın necə faciəli nəticələrə səbəb olduğunu əks etdirir. Əsərin baş qəhrəmanı Bakıya ali təhsil almağa gələn və həyat yoldaşını seçmək üçün qeyri-adi bir üsula, təsadüfi qumara müraciət edən bir gəncdir. O, 14-cü qarşılaşdığı qızla evlənməyi qərarı alır. Lakin bu qərar onun həyatını alt-üst edir. Seçdiyi qadın onun həyatında fəlakətlərin başlanğıcı olur. Ailə üzvlərinin ölümü, sevgi itkiləri və cinayətə sürüklənmə. Əsər insanın taleyində öz seçimlərinin rolunu, Tanrıya münasibəti və məhəbbətin gücünü dərindən araşdırır. İndi bilirik ki, taleyimizi müəyyən edən seçimlərimizdir və hər qərarın nəticəsi həyatımızda dərin izlər buraxa bilər.